Mənim gözəlim Ofeliya xanım. Necə məsləhətdir? Açasan o paçkanın ağzını, necə ki Şəbnəm açıb Azərbaycana səs salmışdın. Könlə də açarsan. Gözünüz aydın olsun. Təbrik eləyirəm. Ofeliya xanım. Çox mübarək olsun Ofeliya xanım. Soğanlıq kəndi. O məşhur Soğanlıq kəndinin əminəm ki, yenə məşhur bir toyu baş tutacaq. Gözünüz olsun görəsiz. İnşallah bəxtəvər olsun balalarınız. Öpürəm. Amin inşallah. Amin. Ofeliya xanım öpürük səni. Sən dəvətnamələri yaz. Xoşbəxt olsunlar. Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabandi rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində dollar yağışına tutulması ilə bağlı görüntülər yayılıb. Həmin video sosial mediada 100 minlərlə baxış toplamışdı. Günün Səsi infoya istinadən xəbər veririk ki, Şəbnəm Tovuzlu dollar yağışına tutan həmin ailə Ofeliya xanım və Luka ləqəbli oğlun narkotik alvercisi olub. Gürcüstanın Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar. Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür. Həmin mərasimdə müğənni nəfəslə iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl zinət əşyaları da hədiyyə edilib. Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.